81-ci sualın izahına baxacağıq. Deyir 21 mart tarixində B məntəqəsində günəş zenitdə olduğu vaxt yerli vaxtı ondan 3 saat irəli olan A məntəqəsi üçün günəşin vəziyyətini göstərən sxemi müəyyən edir. İlk öncə onu deyək ki, 21 mart tarixində günəş 0 dərəcəli enlikdə, yəni ekvator üzərində zenitdə olur və bu zaman yer kürəsində gecə və gündüzün uzunluğu bərabərləşir. 12 saat gecə, 12 saat gündüz olur. Deyir B məntəqəsində günəş zenitdə olduğu vaxt. Günəşin zenitdə olduğu vaxt dedikdə gün ortanı götürürük. Saat 12:00. Günəş həmişə saat 12:00-da zenitdə olur. Yerli vaxt ondan 3 saat irəli olan A məntəqəsi. 12:00-dan 3 saat irəli getdikdə saat 15:00 edir. Yəni A məntəqəsində saatın 15:00 olduğu sxemi tapmalıyıq. Günəşin üfüqdə ilk göründüyü vaxtdan batdığı vaxta qədər olan müddətə biz deyirik gündüz. Gündüzün uzunluğu. Gündüzün uzunluğu dedik ki, 21 mart tarixində 12 saatdır. Yəni buradan bura qədər 12 saatdır. Gündüzün ortasında gün ortadır. Gün orta saat 12:00-dur. Günəşin üfüqdə ilk göründüyü vaxt, yəni sübh çağı, yəni bura olur 6:00. Günəşin batdığı vaxt isə hər iki tərəf 6 saat qalır axı. Bura olur 18:00 axşam çağı günəşin batdığı vaxt. Ortadan da belə çəksəm, orta olacaq bura 6 idi, bura 12 idi, bura olacaq 9:00. Buradan da belə çəksəm bura olacaq. Bura 12 isə bura 18:00-dursa. bura olacaq 15:00 ikisinin ortası. Sanki gündüzün uzunluğunu 3 saatdan bir belə böldük. Saat 15:00 olan görürsünüz ki, bu hissədir. Yəni biz sxemin belə olduğu variantı tapmalıyıq. Bu isə B variantındadır. Cavab B variantı.